xeyli insanların problemi qəbizlikdir, köpdür. İshal da böyük problem, daha böyük problemdir. İshal biraz az olur. Qəbizlik çox böyük bir problemdir. İnsanlar gizlədilər. Qəbizliyin axırı hara gətirib çıxarır? Babası ilə. Babasının axırı hara gətirib çıxardır? Qəbizlik nəticəsində yaranan o nəcis kütləsi daşa çevrilir. Düz bağırsağın sehli qişasını zədələyir, göynəmə verir, çat əmələ gəlir, bəzən qanaxma verə bilir. Son nəticədə insanların otura bilmir, iş qabiliyyətini əlindən alır. Orada da yenə təbii üsullarla biz insanları həm babasil xəstəliyindən, həm də düz bağırsaqda yaranan o çatdan müalicə edirik, iş qabiliyyətini bərpa edirik, ağrılardan canını azad edirik. Və xüsusilə də uşaqlarda qəbizliyin üstə düşmək lazımdır. İndi yazıq 1-2 yaşında uşaq, o 2 yaşında uşaqda qəbizlik davam edirsə uzun müddət orada nə olacaq? Bağırsaq genişlənəcək. Nə olacaq? O nəzsin zəhəri intoksikasiya verəcək, sorulur təbii ki, elə böyükdə də, kiçikdə də. Nə olacaq? Bağırsaq tənbəlləşir və son nəticədə dediyim kimi qəbizlik yarana bilir.